İslahata əsasən Hun süvari ordusu onluq, yüzlük, minlik, 10 minlik dəstələr şəklində təşkil edildi. Orduda nizam-intizam yaradıldı. Səsi düşməni vahiməyə salan, fit çalan oxların düzəldilməsi Mete xanın adı ilə bağlıdır. Mərkəzi Asiyada Mete xan tərəfindən 26 tayfa hakimiyyəti altında birləşdirilmiş Monqol Tibet tayfalarını tabe etmişdir. Onların Çinə yürüşləri uğurla davam etdirilirdi. Hətta eradan əvvəl 200-cü ildə Pinçən şəhəri yaxınlığında baş verən həlledici döyüşdə Turan taktikasından istifadə edərək Hunlar sayda çox olan Çin ordusunu məğlubiyyətə uğratmışdır. Mühasirədən çıxılmaz vəziyyətə düşən Çin hökmdarı Xan sülaləsini eradan və 200-cü ildə Hunlarla Pinçən sülh sazişini bağlayır. Bu sülhə görə hər il Çin Hunlara xərac ödəməli idi. Çini asılı vəziyyətə saldı, Şimali Çin Hun dövlətinə keçdi. Çinin ticarət yollarının Hunların nəzarətinə keçməsi ilə razılaşdı. Beləliklə Mete Tanhun işğalları nəticəsində Asiya Hun dövləti imperiyaya çevrildi. Böyük İpək yolu Hunların nəzarətinə keçdi. Çin qaynaqlarında Mete, Tanrı qutu, yəni Tanrının yer üzündə hakimiyyət verdiyi şəxs, Oğuznamədə isə Oğuz Xaqan adlanır. Ardı davam edəcək. Sağ olun, izlədiyiniz üçün abunə olmağı unutmayın. Like atın, həm maariflənin.